Əziz bircələr, bu dəfə sizə dərs izahında Almaniyanın 1-ci Dünya müharibəsindən 2-ci Dünya müharibəsinə qədər olan dövrünə söhbət edirik. Əslində bayaq xəritədə Almaniyanı göstərmişdim. İndi yenə də göstərirəm. Burada əlimlə işarə elədim, ərazini əhatə edir. Ümumiyyətlə 1-ci Dünya müharibəsinin birinci Almaniya üçün nəticələrindən danışıram. Bu yetim günahkarı idi. Amma bütün işlər də yıxmışlar bunun üstünə. Və nəticədə müharibə nəticəsində Almaniya həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən çökdü. Almaniya müstəmləkələrini itirdi, iqtisadi baskı, Versal müqaviləsinin şərtləri, təzminat və Almaniya yox idi artıq. Amma Almaniya öz ərazisi bölüşdürməmişdi də. İkinci Dünya müharibəsindən sonra fərqli olur. Onların öz ərazisi şeylərə bölüşdürülür. Adı nədir? Nüfuz dairələrinə. Amma Birinci Dünya müharibəsində bölüşdürülməmişdi. Yekunda Almaniyanın özü Kompen sazişini imzalayır 18-ci noyabrın 11-də və 1-ci Dünya müharibəsini bitirir. Amma indi bir məqam var. Biz 1-ci Dünya müharibəsinə içindəki Almaniya dövrü haqqında bir-iki kəlmə danışmalıyıq. Belə ki, ümumiyyətlə o dövrdə əhali hökumətdən narazı idi. Çünki müharibədə olmaqlar istərsəniz iqtisadi problemlər yaratmalıdır. Bu normal bir şeydir. Və əhalinin narazılığının qarşısını almaq üçün hökumət bir sıra tədbirlər görür. Məsələn, deyək ki, İndən sonra hökumət parlamentin qarşısında vədlər verir ki, hesabat verəcək. Bir də deyir ki, amnistiya elan edirik. Amma bu insanların fikrini narazılıqlardan yayındırmır. Və ona görə hökumət növbəti bir tədbir görməyə məcbur olur. Belə ki, Kiel limanındakı hərbçilər göndərib ingilislərin üzərinə fikirləşirlər ki, bəlkə biz bunu eləsək, uğurlu bir müharibə eləsək, bəlkə də əhalinin fikri zəfərə yayınar da. Kiel limanındakı hərbçilərdə elə olur ki, hökumətin dediyi şeyə qulaq asmır. Ona görə 1918-ci ilin noyabrın 3-də qiyam qaldırırlar. Və bu Kiel limanının, Kiel üsyanı da deyirlər bəzən buna, Kiel üsyanının qaldırılmasından Almaniyada başlayır, inqilab başlayır. İnqilabın yekun nəticəsi oldu noyabrın 9-da Almaniyada monarxiya devrilir. Bax, Almaniya öz tarixində ilk dəfə respublika elan olunur. Çünki məsələn 1949-da da Almaniya Federativ Respublikası elan olmuşdu. Orada biz Allah'tan olsun deyək ki, Almaniya öz tarixində ilk dəfə respublika elan oldu. Bu səhv. Amma burada Almaniya öz tarixində ilk dəfə respublika elan olunur. Və bundan sonra keçən dəfə əslində 1-ci Dünya müharibəsi dərsində bunu demişdim, təkrar edim ki, müharibəni tərk edən Alman Respublikası idi. Alman imperiyası deyil idi. Yəni bura biraz diqqət eləmək lazımdır. Yəni Kompen sazişinin imzalanması Alman imperiyasına düşmür. Bəli, Alman Respublikasına aiddir. Yekunda Versal konfransı çağırılır. Versal konfransının nəticəsində axırda müqavilə imzalanır. Versal müqaviləsi iyunun 28-də imzalanır. Versal müqaviləsinin şərtləri barədə demişik və müstəmləkəsini itirir, yekunlaşdırır. Yüklənməklərin eyni zamanda Almaniya üçün ən böyük mənfi xüsusiyyəti də bu təzminat məsələsidir ki, bu xüsusiyyətlər Almaniya üçün qəbul edilməz idi. Amma onlar qəbul etməyə məcbur oldular. Hərçənd müharibədən sonra, məsələn, bu təzminat məsələsində Fransanın fikri başqa cür olduğu üçün sonra bunlar müdaxilə edirlər. Belçikanın bir yerdə Ruhr böhranı baş verir 1923-cü ildə və Almaniyanın o kömür mədəni əlindən çıxır deyə bu da ona bir iqtisadi zərbə vurur. Və bu tədbirlərin nəticəsində artıq Almaniyada o dövrdə həm də böhranlar baş verir. Almaniyada deyir, ziyalı təbəqəsindən belə deyək də, bir düşüncəli, uzaq görən adam olmadığı üçün bu böhrandan çıxarda bilmirlər. Almaniyada inflyasiya da başlayır, pul dəyərdən düşür və kağız pulla verməyə başlar, ondan sonra da inflyasiya baş verir. Və bu dövrdə 19-cu ildə onu qeyd eləyək ki, 19-cu ilin iyulundan 1933-ə qədər Weimar. 19-cu ilin iyulunda Weimar şəhərində Almaniyanın konstitusiyası qəbul olunur. Və bu Alman konstitusiyasına görə Almaniya olur prezidentli, parlamentli, federativ respublika. Eyni zamanda Almaniyada prezident olur Almaniyanın prezidenti, qanunverici orqan adlanır Reichstag, hökumət başçısı, yəni baş nazir də adlanır Reichskansler. Bunlar Almaniya dövlətinin əsas icra və qanunverici orqanlardır, yəni bu formada adlanırlar və 33-cü ilə qədər artıq Almaniya, yəni bu konstitusiyanın qüvvədə olduğu dövrə qədər bu dövr Almaniyada adlanır Weimar Respublikası dövrü. Burada indi biz Weimar Respublikası dövrünə, əslində bunu birinci bayaq danışıb, sonra bu bir istədiklərimə keçməliydim, amma qəfildə yadımda bir gəldi ki, bunu deməmişəm.
Bundan sonra biz Almaniyanın qızıl dövründən danışırıq. Hansı ki 24-cü ildə Davos planı qəbul olunur. Davos planına görə ABŞ deyir ki, ABŞ və Britaniya deyir buna maliyyə yardım edir ki, təzminatı ödəməklə bağlıdır. Və bunun nəticəsində Almaniyada 1924-1929-cu illərdə qızıl dövr olur Alman iqtisadiyyatında. Qızıl dövr olur və bu qızıl dövrdə artıq Almaniya iqtisadiyyatını düzəldir, bir sıra problemləri aradan qaldırır və sabitlik yaradır. Bu da bayaq dediyim kimi Britaniyanın 30-cu illəri ilə Almaniyanın 20-ci illərinə oxşar xüsusiyyət ola bilər ki, iqtisadi sahədə sabitlik bərqərar olunur. Və burada məsəl üçün nisbi sabitlik dövründə xarici siyasətdə də münasibətlər düzəldilir. Məsələn, nisbi sabitlik qızıl dövrə düşür deyə bir hadisə versə, məsələn, biz ora Rapallos hadisəsini imzalamayacaq, daxil eləməyəcək ora. Genuya konfransını daxil eləməyəcək, o 22-dir. O qızıl dövrə düşmür. Weimar Respublikasına düşür, amma qızıl dövrə düşmür. Buna diqqət eləməliyik. Məsələn, burada düşən nə var? 25-ci ildə Locarno konfransında Reym paktı imzalanır. Almaniyanın belə deyim ki, dövlət kimi tanınır varlığı. Bir də 26-cı ildə Millətlər Cəmiyyətinə qəbul olunur. Bu iki hadisəni bəli biz aid eləyə bilirik ki, bu hadisələr qızıl dövrünə düşür. Lakin 29-cu ildə dünyada böhran baş verdiyi dövrdə təbii ki, bu böhran Almaniyaya da təsir eləməlidir. Belə də təsir eləyir. Həm də Almaniya, məsəl üçün, Amerika və Böyük Britaniya indiyə qədər yardım verirdilər. Onlar bu dəfə yardımı dayandırırlar. Nə deyib dayandırırlar? Deyir, bizim özümüzdə də problem vardı. Ona görə bəhanə edib dayandırırlar. Və bu dayandırmadan da sonra Almaniyada istər-istəməz geriləmə başlayır da. Və bu dövrdə, məsəl üçün deyim ki, xaricdən çox borc alma, çox təzyiqə məruz qalma, özünü müdafiə həyata keçirməmə kimi şeylər əhalinin bəzi təbəqələrində radikal partiyalara qarşı bir inam yaradır. Məsələn, bu dövrdə ona görə də nasional sosialistlər və kommunistlər, sosial demokratlar artıq parlamağa başlayırlar. Məsələn, bu nasional sosialistlərdən danışanda biz onu deyirik ki, 1923-cü ildə Hitlerin pivəxana qiyamı planlaşdırılmışdı, amma həyata keçirilmir. Hitleri həbs eləyirlər, həbsdən Mein Kampf kitabını yazır filan. Və bundan sonra Hitler növbəti dövrdə həbsdən çıxır. Artıq 24-29-cu illər aralığında olan iqtisadi yüksəliş təbii ki dayanır 29-cu ildən sonra və 29-dan sonra artıq dediyim kimi bu Hitler öz tərəfdarlarının sayını artırmağa başlayır. Çünki kommunistlərin deyir hakimiyyətə gəlməsi qorxusu iri burjuaziya və zadəganları narahat edirdi deyə. Ona görə Hitleri dəstəkləyirlər. Və bunun nəticəsində 32-ci il seçkilərində hətta Hitler qalib gəlir. Düzdür, bütün hakimiyyəti əlinə ala bilmir. Amma bir federativ hökumət yaradır da, digər partiyalarda özünə qoşmaqla federativ hökumət yaradır və nəhayətində 33-cü ildə Hitler özü hökumət başçısı olur və bununla da nasistlər Almaniyada hakimiyyətə gəlirlər. İri, belə deyim ki, zadəganların, burjuaziya nümayəndələrinin təklifi ilə Hitleri kansler təyin edirlər. Və Hitler özü kansler sesiyasından sonra başlayır biçməyə. Məsələn, burada özü gələnə qədər nə tədbirlər görmüşdü, onlardan danışım. Xüsusi sahibkarlığın, özəl mülkün müdafiəsini, belə deyim ki, vəd verirdi. Aqrar sahədə islahat keçməsi, yəni torpaq islahatının keçirilməsini vəd verirdi. İşsizlik problemini həll etmək vəd verirdi. Trestlər əleyhinə qanunlar qəbul etmək vəd verirdi. Şəxsi mülkiyyətin toxunulmazlığını bayaq dedim dəsən, onu da vəd verirdi. Və bu da insanların ona qarşı inamını artırır. Düzdür, işsizlik problemi müəyyən qədər həll edir. Çünki 33-cü ilə qədər Almaniyada məsələn silah istehsalı qadağan olunmuşdu. Bu həmin qadağanı aradan qaldırır və silah istehsalını həyata keçirirdi. Artıq onda işsizliyin böyük bir qismi həll olunur deyir bunun dövründə. Və hətta o dövrdə deyir dövləti və xalqı müdafiə haqqında şey qəbul olunur, qanun prezidentin tərəfindən. Və bu qanuna görə deyir Almaniyada belə deyək ki 19-cu ildəki olan konstitusiyadakı demokratik azadlıqlar ləğv olunur. Özü həm də həmin dövrdə federativ şeyləri ləğv eləmişdi. O daxilində Almaniya federativ idi, daxilindəki daxili müstəqilliyi olan yerlər vardı, muxtariyyətlər. Onları ləğv edib mərkəzi hakimiyyətə tabe eləmişdi. Eyni zamanda Gestapo adlı gizli rejim yaradır. Nə bilim, Yahudilərə qarşı qırğın siyasəti həyata keçirir. 38-ci ildə məsəl üçün yandırılmış vitrinlər, sındırılmış vitrinlər daha doğrusu. Prezidentlik yox, Führerlik dövrünə düşür. Yəni niyə? Çünki 34-cü ildə Hindenburgun ölümündən sonra özünü Almaniyanın Führeri elan edir. Yəni prezidentlə reykansler vəzifələrini birləşdirir və Führer elan olunur. Tək hakimi, diktatura rejimi yaradır.
Bir də o dövrdə məsələn kommunistlərə qarşı özü 33-cü ildə rekonstitusiyasından sonra güya binanı yandırır, atır kommunistlərin üstünə, onun adına başlayır kommunistlərə qarşı da bir qətliam həyata keçirmək, siyasi rəqiblərini aradan qaldırır. Və eyni zamanda o Reyn bölgəsində filan qoşun qadağalar qoyulmuş da bunun üzərinə ki, qoşun saxlama, ümumiyyətlə silah məhdudiyyəti filan kimi qadağalar var idi. Aradan qaldırır və bu qadağaları aradan qaldırmasının nəticəsində 33-cü ildə Millətlər Cəmiyyətindən çıxarılır. İndi burada yazıb ki, Millətlər Cəmiyyətindən çıxdı, amma beynəlxalq münasibətin içərisində yazıb Millətlər Cəmiyyətindən çıxarıldı. İndi fikir toqquşması yaradırlar burada biraz. Deyir, xarici siyasət dövründə əsas 30-cu illərin ikinci yarısından etibarən Almaniya, orada bir iki cümlə yazdı belə, onun yazdığı kimi danışım təzə kitabda. Almaniya deyir, Yaponiya ilə, İtaliya ilə yaxınlaşır. Eyni zamanda bu dövrdə Çexoslovakiyanın işğalını həyata keçirir 39-da. Anşlüz, yəni dinc birləşmə yolu ilə şeyi birləşdirir, Avstriyanı birləşdirir 38-ci ildə və əslində buradan sonraki beynəlxalq hadisələr artıq sırf beynəlxalq münasibətlər. Bəli, 38-ci ildə Anşlüz yolu ilə dinc birləşmə. 34-də bir dəfə cəhd eləyir alınmır, 38-də birləşdirir. Onsuz da beynəlxalq münasibətlərin içində bundan bir də danışacağıq. Əziz bilgələr, bununla da surətli formada Almaniya dərsində başa çatdırdıq. Xarici siyasətdən bu dərsin içində geniş danışmadım. Onun səbəbi odur ki, xarici siyasəti beynəlxalq münasibətlər içində yenidən danışacağam deyə, elə Anarın kitabı əsasında da onu beynəlxalq münasibətlər dərsini izah edəndə ətraflı izah eləyəcəm. Özünüzə yaxşı baxın. Növbəti dərs izahında görüşmək ümidi ilə.